davet ediyor Hünermende Nazenin Aşık Ebulfazl Gulizade'den. Ellerini teşvik buyurun. Vicdan olan yerde ədalət də var. Demişdi bu sözü ulu babalar. Cənnət olsun ahirətdə yerləri, düz tutub əzəldən yolu babalar. Sinəsi qəm, kədər, həsrət oylağı, kişiliyin, şərafətin dayağı, həqiqətin, mərifətin ocağı, hikmət sözləri ilə dolu babalar. Zirvədə qalanı yersiz qurmayıb, düşmən qabağında uzaq durmayıb, səxavətin heç vaxt üzə vurmayıb, olub da hər sirdən halı babalar. Ucalar könlümdə mərifət sarayı, pozuluban fitnələrin halayı, məzahir dilində haqqın harayı, deyib ya Muhammed Əli babalar, deyib ya Muhammed Əli babalar. Əli köməyiniz olsun. Bəli, neçə səfərlərdə bircə olduğumuz Azərbaycan tarixini və ədəbiyyatını dərindən bilən ziyalı təhqiqatçı, görkəmli natiq və ən əsası hörmətli alimimiz Cənab-ı Ustad İlyas-ı Təhmasipur Məktəbinin Sablı Qılıncı, sevimli şairimiz, şair Məzahir-i Təhmasipur cənablarını bugünkü gün münasibətlə, yəni bir neçə kitabla bərabər Azərbaycan Mənzuməsi adlı kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edirəm. Və şairimizə bu gözəl əsərlər yaratdığı üçün mənəvi eşq, uzun ömür, polaq kimi can sağlığı arzulayıram. Şairimizin hər janrda şeirləri var. İnşallah oxuyucular onu mütaliə edəndə görüb və duyacaqlar. Məmləkətimizin, vətənimizin, elimizin, bax, bugünkü durumuna da bir şeir həsr edibdir. Götürsün görək, şair Məzahir Təhmasipur vətənimizin bugünkü günün necə qələm alıb, tərəfindən mən ərz eləyim, xoşbaxt olun. Məşəl yanına aman, körlərli şəhərdə yol göstərirək cəsarətli yolumuz. Sevirəm atəlli Qaranlıqda
Qaranlıqda zülmətlərlə vuruşduq, bilirdik ki, şərafətdir yolumuz. Məşəl yanır könül adlı şəhərdə, yol göstərir cəsarətli yolumuz. Biz yoldayıq yorulmadan, durmadan, yaramızı bağlamadan, sarmadan, dayanmarıq cəhaləti yarmadan, vulkan sayaq şəhamətli yolumuz. Seve ey şehadetli yolumuz. Söyle materini baba, materlan baba. Baş eğmərik qəddarlığa zora biz, min zalimin qabağında birimiz. Pay olar mı vətənimiz, yerimiz? Yox. Ona görə şəhadətdir, sevə-sevə şəhadətdir yolumuz. Yolumuz.